Deməli, keçək növbəti suallara. Parol sualı. Maraqlı suallardan daha biri. Sualın şərtinə nədir? Bir parol təyin olunacaq, amma bu parol bizim əlimizdə olan stringin müəyyən hissəsindən götürüləcək, yəni alt aralığından götürüləcək. Bunun üçün biz nə etməliyik? Birinci alt aralıq nədir? Bir dənə qısaca ona baxaq. Alt aralıq gördüyünüz kimi bir stringdən birləşik olaraq götürdüyümüz hissə alt sətr və ya alt aralıq kimi də deyə bilərik, qəbul olunur. Bu nədir? Yəni birləşik götürmüşüksə buna alt sətr deyə bilərik. Amma məsələn gördüyünüz kimi məsələn L o eri yanaşı olmadığı üçün, heç bir yerdə belə bir şeyə rast gəlinmədiyi üçün yanaşı olaraq buna alt sətr deyə bilmərik. Tamam, indi bizim əlimizdə bir string var. Biz bunun müəyyən bir hissəsini götürməliyik. Tamam. Və ala biləcəyimiz ən minimumu götürməyə çalışırıq. Amma bu götürdüyümüz hissədə də belə bir şey olmalıdır. Bir dənə latin hərfi ən azı bir dənə kiçik, ən azı bir dənə böyük, bir dənə rəqəm və bir dənə də ən azından söhbət gedir. Bir dənə də xüsusi simvol. Yəni bu 4 kateqoriyanın hərəsindən ən azı bir dənə olmalıdır. Və bu şərti ödəyən ən kiçik hissə hardadır? Mən bunu axtarıb tapacağam. Məsələn, burada baxsaq B, 1, S və nöqtə. Baxsaq, 4 dənə şərtin 4-ü də ödənilir. Bir böyük, rəqəm, kiçik və simvol. Altdakında isə baxın bu hissə məndə ödəyəcək 6, 2 dənə simvol, bir dənə böyük və bir dənə kiçik. Amma altdakı şərtdə isə heç belə bir hissə yoxdur. Tamam? Yəni cavabımız həmişə nə olur? Belə deyək, -1 olmuş olur. Çünki heç bir yerdə tamamən hamısını belə götürsəm, simvol olmadığı üçün cavabımızı -1 almış olacaq. Deməli, birbaşa koda yox, əvvəlcə bunu demək istəyirəm. Yaxşı, bəs biz bu cavabı necə tapaq? Bizdə n 10^5-dir. N-in 10^5 olmağı bizə nə ifadə eləyir? Yəni mən time'ı ya o n-ə yazmalıyam, ya da ki n log n-ə yazmalıyam. Bunu necə eləyək? To pointer'dan istifadə edəcəyik. To pointer nə olduğunu bilməyənlər üçün qısaca deyim. 2 dənə ox göstəricimiz olur. Bu ox göstəricisi bizə gedib cavabı tapmaqda kömək edir. To pointer'ın məqsədi nə olacaq? Yenə həmişə kimi biri əvvəli, biri də A-nı göstərəcək. Bu to pointer'dan əlavə mən 4 dənə dəyişən yadda saxlayacağam. T1 məsələn deyirəm, birinci göstərəcək ki, T1'imiz olsun böyük simvolların sayını, heç nə yazmayım. T2'miz olsun kiçik simvolların sayını, T3'ümüz olsun rəqəmlərin sayını, T4'ümüz də olsun simvolların sayını. Hamısı başda 0'dır. Mən gəlib ilk dəfə A-nı görəndə deyəcəm ki, nə ilə? T1'i artır. Niyə? Çünki artıq mənim baxdığım hissə bu aralıq olduğu üçün, doğrusu bu aralıq olduğu üçün, yəni A olduğu üçün təkcə. Və bu aralıqda da bir dənə böyük simvol var da, düzü? Onun üçün T1 oldu 1. Mən artıq bunu artıra gedəcəm. Baxın, S-ni də artıranda, S-yə hətta nöqtəyə gələnə qədər bu əməliyyatı eləsəm, biz görəcəyik ki, 2 dənə böyük olacaq. Artıq bunun üstünə bir dənə 1 gəlmiş olacam. 1 yox, 2 olacaq. Bir dənə kiçik S-ni görmüş olacam. Bir dənə rəqəm görmüş olacam. Yəni bu saylarını saxlayır. Bir dənə də simvol görmüş olacam bu nöqtəyə qədər. Bir dənə də simvol. Baxın, əgər 4'ü də eyni anda 0-dan böyükdürsə, yəni hər biri 0-dan böyük olduğu an artıq mən nə başa düşürəm? Başlanğıcdan bura kimi olan hissə məndə ödəyir cavabı. Okay, yəni həqiqətən baxsaq, bu nöqtəyə qədər olan, A-dan nöqtəyə qədər olan hissə həqiqətən də məndə cavabı ödəyir. Yaxşı, bəs indi nə edək? Bəlkə mən cavabı ən son, uzunluğum 5-dir hal-hazırda. Bəlkə mən cavabı ən son hissədə almışam. Yəni əvvələ ehtiyacım yoxdur. Bu şəkil artıq to pointer'ın mənasını görürük. Pointer'ımız boşluqdan gəlir A-nın üstünə. A nə idi? Böyük simvol. Artıq böyük simvolu bir dənə azaldır. Sanki
Bayaq əlavə eləyirdi. İndi onu çıxardır. Çıxardanda nə görəcək? Hə, bu arada bu artıq 5 cavabı ödədiyi üçün mənim hal-hazırda ən yaxşı cavabım 5-dir. Yəni uzunluğu 5 olan bir şey tapa bilirəm deməli. Artıq bu A-nı silir. Bu A-nı siləndə mən nə görürəm? Bunu görəcəm ki, bir dənə azalacaq bu. T1 olacaq 2 əvəzinə yenidən 1. Amma 1 olanda baxın, yenə də 4 dənə dəyişənimin 4-ü də 0-dan böyük olduğu üçün mən artıq başa düşəcəm ki, bu aralıq da mənim şeyimi ödəyir, şərtimi ödəyir. Və həqiqətən də bir dənə böyük, bir dənə rəqəm, bir dənə kiçik, bir dənə də nöqtə var. Deməli, bu da ödəyirsə, cavabım artıq 5 yox, 4 təyin edə bilərəm. Niyə? Çünki cavab hal-hazırda əlimdəki string 4 uzunluqludur və şərti də ödəyir. Okey, mən indi ödəyirsə yenə bir dənə azaltmağa keçirəm. Artıq B-ni də siləcəm. B-ni də silsəm, artıq bu düşəcək 0-a. Baxın, 4-ü də 0-dan böyük 1 olmadığı üçün, yəni T1 0 olduğu üçün mən keçəcəm artıq nəyə? Əlavə eləməyə. Bu nə deməkdir? Yəni mən artıq bunu bir dənə də sağa aparacam. 0. 0 o nöqtə olduğu üçün bu olacaq 2. Sonra bir dənə A, amma yenə baxın, artıranda hər dəfə yoxlayıram. 4-ü də 0-dan böyük olduğunu yox. Hələ də T1-im 0-dır. Bu şəkildə artıra hamısını bir-bir artıra gedəcək. Nə vaxt T1 yenidən 0-dan böyük olacaq? Gəl ən sona çatanda. Yəni B-də biz buna nə kimi görürük? Birinci oxumuz əlavə eləyə gedir. İkincidə azalda gəlir. Əgər aralığındakı 4 dənə dəyişənin 4-də 0-dan böyük oldu, deməli o aralıqda 4 dənə şərti ödəyən bütün simvollar var. Hə, deməli mən artıq bilirəm ki, bu aralıq mənim cavabım ola bilər. Düzdür? Ona görə də bunu max-dan müqayisə edirəm. Max-dan kiçiksə yeni bunu verirəm, deyilsə də yoluma davam edirəm. Yaxşı, bəs kodu necə olar bunun? Stringi aldıq, ədədləri də aldıq. Bunu yəni daha izah olsun deyə 6 eləyək. Mini deyə bir dəyişən yaradıb uzunluğuna 6 veririk, 1y6 veririk, yəni qiymət olaraq. Və cavabımız 1y6 heç vaxt ola bilməz. Çünki niyə? Bizim sualımızda stringin ola biləcəyi ən yaxşı cavab, yəni uzunluğu 5 idi. Ən böyük 5 ola bilərdi. Yəni 10 üstü 5 ola bilərdi. O zaman mən görürəm ki, bu minimum, indi bunu axırda gələcəm onun üstünə, minimum 1y6 olmağı hələ ki mənə bir problem yaratmır. Niyəsinə biraz üçün gələcək. Bir dənə for gedirik. Baxın, hər forun dövründə indiki SC-yə baxıram. Müqayisə edirəm, hansı if ödəyirsə, həmin uyğun olan dəyişənini də artıracaq. Bayaq dediyimiz sıra ilə. Artırdı. İndi while hər dəfə də if-dən qutaran kimi yoxlayıram ki, əgər 4 dənə dəyişənimin 4-ü də 0-dan böyükdürsə, deməli orada nə var? Şey var da, bir ödəmə var. Yəni mənim lazım olan aralıq, indi baxdığım IJ aralığı mənim şərtimi ödəyir. Mənim şərtim ödənilirsə, artıq mən maksimumu səhvən minimum yazmışam bayaq kod yazanda. Minimumlayıram. İndiki maksimumdan i-j plus 1. Yəni bu uzunluğudur indikinin. Buna baxıram. Buna baxandan sonra j-ləri çıxardıram. Yəni ən birincini çıxardıram. Və bunu niyə while-ın içində yazmışam? Çünki bəzən ola bilər ki, birdən çox çıxartmağa ehtiyacım olsun. Nə bilirik, two pointer biri gedir, o birisi arxasıca gəlir. While-ın içində yazırıq ki, birdən çox çıxarmağa ehtiyac ola bilər. Və j-ni artırırıq ki, növbəti dəfə artıq bir növbətinə baxsın, j plus 1-ə baxsın. Bu j-nin dilindən desək. Və belə. Əgər mənim maksım hələ də 1y6-ya bərabərdirsə, və nə dedik? 1y6 heç cür o belə i-j plus 1 heç vaxt 1y6-ya bərabər ola bilməz. Onda deməli mən heç vaxt cavab tapmamışam indiyə qədər. Onda da neynə? Çıxışa -1 ver. Yəni indiyə kimi bir şey tapmamışamsa, onda nə olur? Yəni tapmamışamsa mənim cavabım -1-dir. Yox. Max 1y6-ya bərabər deyilsə, bir dəyişiklik varsa, deməli cavab tapmışıq və o da nəyə bərabərdir?
indi tapdığımız elə max demişəm, amma yəni minimum uzunluqlu şeyə bərabərdir. Ədədə bərabərdir. Onu da çıxışa veririk və bu ilə də bu sual bitir.